Bismillah. Ustad Nizar Həmmadi Əl-Əşəri, Allah onu qorusun, öz kitabında belə deyir: Allahı tanımaq bu üç şeyi bilməklə olar. 1. Ona vacib olan kamil sifətləri bilməklə. 2. Bənzərsiz və uca şəninə yaraşmayan nöqsan sifətlərin onun haqqında mümkünsüz olduğunu bilməklə. Yəni Allahı əsla nöqsan sifətlərlə vəsf etmək olmaz. 3. Allah haqqında mümkün olan şeyləri bilməklə. Yəni Allah bütün məxluqatına qarşı xarici bir təsir olmadan və xüsusi bir məqsəd güdmədən istədiyi kimi davranar. Heç bir şey ona əngəl ola bilməz. Mükəlləf Allah haqqında yuxarıda qeyd edilən bu üç şeyi bildiyi zaman məbudu ilə digər hər bir şeyin arasını ayırt etmək gücünə sahib olar. Çünki qeyd edilən bu vəsflərdə Allahın şərikinin olması imkansızdır. Bu səbəblə qul kainatdakı onu özünə kölə etmək istəyən hər şeydən qurtular. Çünki bütün məxluqatın özü kimi aciz və Allaha möhtac olduğunu bilər. Bu isə insanı zahiri və batini ilə həm bu dünyada, həm də axirətdə Allaha yaxınlaşdırar. Həmçinin onun razılığını qazandıracaq səbəbləri axtarmağa sövq edər.